Sabahınız xeyir. Perşembe yeni pavilyonda. Hər birinizi salamlayırıq. Yeni gündə hər kəsə xoşbəxtlik arzu edirik. Hər şənbənin bu dəfə belə təmtəraqlı keçirməyinin məqsədi var. Çünki Gəncədə yaradılan ilk estrada orkestrini dəvət eləmişik studiyamıza. Buta adlı bizim bu orkestr ansamblımızdan daha yaxından tanış olaq. Ona görə mən düşünürəm artıq alaq süjetimizə. Süjetdən sonra onların qəşəng bir ifasını dinləyəcəksiniz. Daha sonra isə mövzumuz və mücümüz haqqında ətraflı müzakirələr aparacağıq. İzləyək. Estrada musiqisinin hazırki durumuna nəzər salsaq, bir qədər təkmilləşməyə ehtiyac olduğunu duyaraq. Bu musiqi janrının dirçəltməyə çalışanlar arasında Gəncənin Musiqi Kollecində yaranan Buta Simfonik Orkestr ansamblıdır. Əsasən gənc oğlan və qızlardan ibarət olan ansamblda repertuarında yerli və xarici musiqilər yer alır. Onların çıxışını hətta məşhur Qaya qrupuna bənzədiyini də sezmək olar. Ansambldan başqa solo şəklində də çıxış edən qrupun üzvlərinin səsi heç də təcrübəli müğənnilərdən fərqlənmir. Üzvlər arasında müxtəlif nəfəs alətlərində ifa edə bilən gənclər də gözə dəyir. Onlar elə indi öz məharətlərini hər şənbənin studiyasında nümayiş etdirəcəklər. Baxar gözlərimə əlvan gül çiçək, sən danışanda. Dağlar xoş səsilə dumanlı dağlar, susar dağlardakı şişir bulaqlar. Sən danışanda, sən danışanda, sən danışanda. Dağlar xoş səsilə dumanlı dağlar, susar dağlardakı şişir bulaqlar. Sən danışanda, sən danışanda, sən danışanda. Затихают ветры на твоем пути, слышен голос свой, заглянет в глаза, стараются цветы, слышен голос свой. И поет свирепо в послушных руках, замахаем ветром где-то в горах. Слышен голос свой, слышен голос свой, слышен голос свой. И поет свирепо в послушных руках, замахает где-то в горах. Слышен голос свой, слышен голос свой, слышен голос свой. Şişir bulaklar, sen danışanda, sen danışanda, sen danışanda. Dağlar hoş sesiyle dumanlı dağlar, susar dağlardaki şişir bulaklar. Sen danışanda, sen danışanda, sen danışanda. Azalar sevincim artar, sen danışanda, sen danışanda. Hayat bir an gözlerinde cavanlar, sen danışanda. Dağlar hoş sesiyle dumanlı dağlar, susar dağlardaki şişir bulaklar. Sen danışanda, sen danışanda, sen danışanda. Dağlar hoş sesiyle dumanlı dağlar, susar dağlardaki şişir bulaklar. Sen danışanda.
Hər birinizə təşəkkür edirik. Bax, əlləriniz, qollarınız ağrımasın, ən əsas da səsiniz titrəməsin. Hər şənbə verişini izləyirsiniz. Bu günlərim qonaqlarımız haqqında ətraflı danışmamışdan əvvəl istəyərdik adətimizə uyğun olaraq mövzumuz haqqında söhbət eləyək. Bugünkü mövzumuz... Təbii ki, bugünkü mövzumuz da, məsələn, biz bu estradanı dinlədikdən sonra artıq bayağı mahnıların doğrudan da necə də bayağı olduğunu bir daha şahidi olduq. Bəli. Və biz elə məhz mövzumuz da bu cür qurduq ki, ümumiyyətlə, bayağı mahnılardan necə qurtulaq? Bununla bağlı maraqlı fikirləriniz varsa bizə zəng vurun 012 264 12 12 nömrəsinə zəng vurmaqla öz fikirlərinizi bildirin və hədiyyə qazanmaq şansınızı əldə edin. Bəli. Musiqi hər bir insanın, belə deyək, həyatında ən böyük rol oynayan vasitələrdən biridir. Yəni, mən inanmaram ki, kimsə desin ki, mən musiqiyə qulaq asmıram. Elə bu səbəbdən də musiqinin müxtəlif janrları var. Kimi zövqünü hansı janr oxşuyursa, həmin mahnıya üstünlük verir. Bir də mahnılar insanın, belə deyək, ab-havası yerində olmayanda sevir qəmli mahnılara qulaq asmaq, əhval-ruhiyyəsi əla olanda sevir daha şux mahnılara qulaq asmaq. İndi bu günlərin biz studiyamıza elə bir qrup dəvət eləmişik ki, sizin səhər-səhər əhval-ruhiyyə ilə günə başlamağınız üçün əla fürsət olacaq. Elə bu vəsilə ilə də günü davam etdirəcəksiniz. Amma əvvəlcə mücrümüzü də təqdim edək adət üzrə. Mücrümüz haqqında danışam. Mücrümüzün içindəki artıq bizə məlumdur. Bu günləri musiqidən danışırıq. Artıq bir çoxları bilir ki, mövzumuz nədirsə, hər zaman çalışırıq ki, ona uyğun da mücrümüzün içinə əşya qoyaq. Bugünkü əşyamız da sırf musiqi ilə bağlıdır. Dünyanın istənilən ölkəsinə gedirsən, get, istənilən sənətkarın dilindən, səsindən, əlindən, onun peşəkarlığından istifadə edirsən. Bax, bu mücrünün içindəki əşya olmasa, həmin musiqi 0 dərəcəsindədir. Əlbəttə, ona baxan kimi artıq musiqi adamın ağlına gəlir, başqa heç nə. Bəli. Aha, indi biz qonaqlarımızla daha yaxından tanış olaq və onları zəhmət olmasa bura dəvət edək. Xoş gəlmişsiniz bir daha. Bax, gəlin, sizlə daha artıq müzakirələr aparaq, daha çox müzakirələr aparaq. Görək, ümumiyyətlə, ilk sualı ilə sizə verəcəm. Görüm, bayağı musiqi deyiləndə nə nəzərdə tutulur? Əyləşin, Salih xanım. Gəlin, siz də ayaq üstə qalmayın, gəlin. Doğrudan da o təqdimatda da təqdimatda da mənim gələr də sizə zəhmət olmasa. Həqiqətən də bax bu uşaqların ifasına qulaq asanda doğrudan Azərbaycanın o Qaya qrupu yada düşür. Ümumiyyətlə necə oldu ki, bax belə bir qrupu yaratmaq fikrinə gəldiniz? Şövkət xanım. Mikrofon. Zəhmət olmasa. Aqibətiniz xeyir. Biz şadıq. Mikrofonu zəhmət olmasa açardınız, daha rahat eşidilərdi. Sabahınız xeyir bir də. Mən çox şadam ki, səhəri biz sizin bəlkə də əhval-ruhiyyənizə çox müsbət təsir eləyəcəyik. İnşallah, ümid varam ki, belə olar. Bizim bu vokal-instrumental ansamblı haqqında nə deyə bilərəm, necə oldu? Əvvəla 8 il bundan qabaq bizim Musiqi Kollecinin kvarteti var idi. O da estrada janrından ibarət idi. Ancaq biz ora bizim Azərbaycan xalq mahnılarında müdaxilə eləmişik, xarici mahnılarında müdaxilə eləmişik. İndi təbii ki, onlar bitirib gediblər kolleci. Bu bizim bu necə deyim, komanda deyim elə də çıxsın. Mən elə hesab eləyirəm. Bu gənc ifaçılarımın mən çox razıyam. Çox talantlı uşaqlardır. İndi onların talantı haqqında biz daha ətraflı burada özümüz şahid olacaq. Şövkət xanım, bax, belə bir sual vermək istəyirəm. Azərbaycanda bayağı sözü hansı mənanı kəsb edir, ələxüsusda musiqi önəm daşıdığında? Bilirsiniz, mən bu bayağı musiqi deyirsiniz də, mən onu nəsə zövqlə müqayisə eləyirəm. Aha. Yəni normal qarşılayırsınız. Normal qarşılayıram. Ona görə ki, paltar kimi, geyim kimi, xarici görkəmdə insan necə xoş gəlir, belə seçim edir də. Bu musiqini mən deyə bilmərəm ki, qadağan deyil. Niyə elə musiqini xoşlayırlar? O düzgün deyil. O da zövqləndir də. Kimisə klassik musiqini xoşlayır, kimisə estrada, kimisə muğamı. Əlbəttə, muğamın üstünlüyü özünüz bilirsiniz, çox şadam ki, bizim muğam çox inkişaf edib, qabaq elə deyildi. İndi çox Mehriban xanımın sayəsində
çox inkişaf eləyibdir. Talantlı uşaqlar var. Hətta az yaşlı uşaqların nətərdir, çox dəhşətli bir səs təmirləri var. Ondan çox çətin muğamların öhdəsindən gəlirlər. Bizim bu uşaqların da elə bir imkanları var. Bəli. Yəni ki, mən müasir musiqiyə onlara da mən çox müsbət baxıram. Kimsə rep xoşlayır. Biz deyək, bu Yəni nədir? zövqlər müxtəlifdir, təbii ki, Amma zövqə görə bir sahələrdir. mütəxəssis kimi, bir professional musiqiçi kimi, qoyun mən özüm öz haqqımda deyim, belə çıxmasın ki. Maraqlıdır. Əsl musiqiçi tamaşaçı kimi yox da, musiqiçi kimi öz fikrimi deyirəm. Bütün xalqların, bütün dövlətlərinin musiqisini bilsə, daha da onun Əhatə dairəsi intellekti genişlənər, daha bəli. da zəngin olar. Mən elə hesab eləyirəm ki, yalnız sırf bizim Azərbaycan mahnıları deyirlər ki, bəzi adam deyir ki, öz mahnılarımızı oxuyun. Əlbəttə oxuyuruq. Biz onlara çox üstünlük veririk. Nəinki, ancaq pisdirmi ki, xarici mahnıları da biz bilək. Axı ola bilsin ki, biz nə vaxtsa xaricdən bir qonaq gələ bilər. Biz xaricə gedə bilərik inşallah. Gülçin müəllimənin sayəsində çox bizə dəstək olur, bu uşaqların geyiminə də fikir verir. Ola bilər. Nəyə görə xoş gələr ki, biz onların dövlətinin musiqisini təmsil edək belə. Onlara əlbəttə bu bizim yəni professionallığımızdan, bu bizim savadımızdan, zəngin olmamızdan. Qaldı ki, yenə sizin o çox istəmirəm vaxtınızı almağa. O bayaq Bu günlərin bir saatı sizə həsr eləmişik. İnşallah Yəni, çalışarıq. Öz axarınca davam eləyəcək. Çox təşəkkür edirəm ki, bizi dəvət edibsiz. Bu uşaqların ilk çıxışıdır. Özü də belə möhtəşəm studiyada çox bəyənirəm. Mən burada bir neçə dəfəyəm, uşaqlarımız ilk dəfədir. Hətta bizim bəzi uşaqlarımız sizdə bir layihə vardı, böyük səhnə. Bəli. Bax, bu iştirakçılarımız biri budur. Bu yaxından bizim tələbəmiz, ikinci bir dəqiqə Fuad ikinci yer tutubdu müsabiqədə Bakıda. Dünən gəlib. Elə gələn kimi yoldan gəlib bura ki, bu günləri iştirak eləsin. Onu təbrik edirik biz hamımız. Artıq sizin, bax bu deyirsiniz, tərəddüd eləyirlər uşaqlar. Hərçənd ki, onların çıxışlarından hiss olunmur. Bu günlərim sizin nəinki Gəncə Basar zonasından, o cümlədən də Qazax, Aksafa və Tovuzdan da izləyirlər. Artıq Kəpəz televiziyası oradan yayımlanmağa başlayıb 56-cı kanalla. Yəni əhatə dairəmizi bəli genişləndirməyə başlamışıq. Hətta Kəpəz televiziyasını internetdə onlayn rejimdə izləmək mümkün. Yəni dünyanın istənilən, hətta Avstraliyada, uzaq Zelandiyada da izləmək olar. Belə eləyək də, sizin həyəcanınız bilirəm, yəni ilk başlayan insan üçün həyəcan hansı mənanı kəsb eləyir.